Salam müəllimlər, gəlin bu günlərim sizinlə iş üsulları ilə bağlı bir testi həll edək, həm də iş üsullarımız haqqında öyrənək. A variantında yazılır: insident üzərində iş. Digər iki də qərarlar ağacı, bir də auksion. Görək bunlara hansı variantlar daha uyğun gəlir. Yazılır A-da ki, üsul tətbiq edilərkən şagirdlər problemin həlli üçün yollar təklif edilməsi tapşırılır. Təklif olunan hər yolun müsbət və mənfi tərəfləri təhlil edilir. Bu bilirik ki, qərarlar ağacındadır. Bir açıq sual verilir və orada bir beyin həmləsi keçirilir, üsuldan istifadə olunur. Sonra orada hər bir mühakimə olmadan onların təklifləri qəbul olunur. Ondan sonra o məsələlər təklif etdikləri yolların müsbət mənfi tərəfləri təhlil edilir. Ondan sonra onlardan misal üçün 15 dənə yol təklif olunubsa, onlardan tutaq ki, 3 dənəsi saxlanılır. Ondan sonra həmin o 3 dənənin də müsbət və mənfi tərəfləri təhlil olunur. Bir dənəsi saxlanılır və o bir dənə niyə görə seçdiyimizi də qiymətləndirilir və əsaslandırılır. Qərarlar ağacı bu şəkildə davam edir bu addımlarla və qərarlar ağacında şagirdlərdə formalaşdırılan bacarıqlar hansılar olur? Çətin vəziyyətdə qərar qəbul etmək üçün problemlərin bir neçə həlli yolunu tapmaq, qərarlar qəbul edilərkən səbəblərini təhlil etmək, əsaslandırmaq, ümumiləşdirmək, nəticə çıxarmaq, dəyərləndirmək, tənqidi və məntiqi təfəkkürün inkişafı, əməkdaşlıq və komanda işinə hörmət. Bu qərarlar ağacına. Demək ki, 2-yə getdi A. Keçək B-yə. Burada case study'lər, yəni real olmuş həyati hadisələr üzərində problem həll etmə bacarıqları tətbiq edilir və bununla da şagirdlər real həyata hazırlanır. Bu insident üzərində işə aiddir. Insident sözünün Azərbaycanca tərcüməsi hadisə deməkdir. Misal olaraq şagirdlərə biz deyirik ki, qəfil zəlzələ olsa nə edərsən? Qəfil vulkan püskürsə nə edərsən? Qəfil sel gəlsə nə edərsən? Qəfil yanğın baş versə nə edərsən? Tutaq ki, qəfil zəlzələ baş versə nə edərsən? Şagirdlər başlayırlar artıq bu problemi gözlərinin qabağını canlandırırlar və müxtəlif həlli yolları şagirdlərdən istəyə bilər ki, onlar da başlayırlar. Bu həyatı bir prosesdir da, hadisədir. Başlayacaqlar burada hərəsi bir fikir yürütmək ki, misal üçün mən qaçardım evin küncünə, pəncərənin altında durardım. Biri deyir, mən qaçardım qapının altında dayanardım. Biri deyir ki, mən əvvəlcədən hazırladım zəlzələ çantasını götürüb stolun altına girərdim. Və yaxud da olar ki, uçuntular altında, dağıntı altında qalaramsa, sadəcə o zəlzələ çantasından misal üçün onun içinə qoyardım su, quru yeməklər, fanar, tibbi ləvazimatlar, bu kimi şeylər əvvəlcədən hazırlayaram. Orada müəyyən vaxta qədər, necə deyim, ondan istifadə edərəm kömək gələnə qədər. Bu insident üzərində işə aiddir. Birə də getdi B. Və insident üzərində işdə şagirdlərdə hansı bacarıqları formalaşdıracaq? Təbii ki, problem həll etmə, məntiqi və tənqidi düşüncəni, qiymətləndirməni, fikir ifadə etməni, əsaslandırma və nəticə çıxarmaq bacarıqları. Sonra gəldik C variantına. Görək C-də nə deyir? Şagirdlərdə assosiasiya yaratmaq, hər hansısa bir əşya və hadisənin xüsusiyyətlərini tapmağa xidmət edir. Bu da aksiyona aiddir təbii ki, elə bu kitab cümləsidir. Burada assosiasiya yaradır. Ümumiyyətlə, assosiasiya yaradan iş üsullarımızı biz əzbərdən bilməliyik. Assosiasiya yaradan iş üsullarımız auksiondur, klasterdir, anlayışın çıxarılmasıdır, bir də sinektikadır. Assosiasiya yaradanlardan biri də elə auksiondur ki, burada şagird neyəcək? Şagird mövcud biliklərindən istifadə etmək bacarığı burada formalaşdırılır şagirdlərdə. Dinləyib anlamaq. Bilirsiniz niyə görə? Çünki müəllim misal üçün deyir ki, bizim nə qədər neçə rəngimiz var və şagirdlər də əvvəlcədən deyir ki, bir-birinizi diqqətlə dinləyin, bir-birinizin dediyini təkrarlamayın. Biri deyir qırmızı, müəllim başlayır 1, 2, 3 sayana qədər digər yerdən qadir deyir ki, yaşıl, təzədən deyir 1, var mı əlavə edən, auksion, yəni hərraca çıxardı sanki sözü. Başlayır yenə sadalamağa müəllim, digər yerdən qalır ki, məsəl üçün göy. Bu şəkildə davam edir ta ki, ən axırıncı rəngi deyilənə qədər və müəllim 1, 2, 3 saydıqca artıq 3 tamamlananda oyun bitir və sonuncu fikri ifadə edəndə qalib olur. Burada şagirdlər təbii ki, aktivlik olur, sürətlə düşünmək uşaqlarda formalaşır. Bu şagirdlərdə hansı bacarıq formalaşdırır? Yenə də qeyd edirəm, öyrəndiklərindən necə mövcud biliklərindən istifadə etmək bacarığı formalaşdıracaq. Ondan sonra öyrənilən cisim və ya hadisələrin xüsusiyyətlərini sadalamaq formalaşdıracaq, dinləyib anlamadır, assosiasiya yaratmaqdır. İndi necə deyim, mövcud biliklərindən istifadə etmək bacarığı deyəndə biz auksiyona aid edirik, amma mövcud bilikləri ilə yeni biliklər arasında əlaqə yaradan iş üsulu deyilsə, bu artıq olacaq BİBÖ. Ümumiyyətcə, mövcud biliklərlə, necə deyim, sonraki biliklər, yəni əvvəlki biliklərlə yeni biliklər arasında əlaqə yaradan iş üsullarımız hansılardır? Gəlin bunu da bir qruplaşdıraq. Burada var Fryer modeli, Euler-Venn diaqramı, insert, BİBÖ, anlayışın çıxarılması, 3-2-1 üsulu, mən kiməm iş üsulu. Bax, bunlar köhnə biliklərlə, əvvəlki biliklərlə yeni biliklər arasında əlaqə yaradan üsullardır. Amma auksion köhnə biliklərinə, yəni mövcud biliklərinə istifadə etmək bacarığı formalaşdırır şagirdlərdə. Və burada da cavabımız B variantıdır.